o mahnını yazmamışdan öncə həmin mahnının insanlar tərəfindən rəğbətlə qarşılanacağını öncədən hesablamışdı. Xeyr, bəlkə heç xoşuma gəlmir. İnanmırdım cütdən. Doğrudan. Vallahi Allah, heç inanmırdım. O Həbib Azəri var, dostumuz yazardı. Onunla telefon əlaqəsi. O deməli, mənim oğlu aprel döyüşlərində iştirak edib. Onunla əlaqə telefonla danışanda dedilər bizim hərbi İslam vurdular, nə edilər falan. Əlaqə kesildi. Ondan sonra Həbib Azəri var, yazar dostumuz. Onunla telefonda danışa mahnı yazılıb. İkimizin diyalogu olub. Böyle, ya biz uskalar alsın diye yazılmıyor. Onda mən Azərsəldə işləyirdim. Getdim, nisiyet saat dedim ki, maaş aldım diye. Sen yoxdan da görüyor alım, ne diyeyim. Televizyon açıram ben. Unutmaq olmaza inanırdım. Onun da sənə qurban Qarabağ inanırdım. Onda can gizli yağmağa. O dərəcə tutmağına inanmırdım. Ermənilər deyildi ki, dron gəldi, canlanlar gəldi. Məsələ bir şəhidlərimizin valideynlər var, söhbət edirlər ki, elə bir qazilərimiz var, söhbət edirlər ki, yəni o mahnıdan şəhid olan insanlar vardı, onu danışırlar. Qazilərimiz də var, deyirlər ki, 1% zərətqamız var, 1%. Bizə zəng girib halallaşmırıq, o mahnının qulağımıza qoyuruq, naşirliklə döyüşə girir.